Herkes salamlayıram. Bugünkü qonağımız değerli terapeutimiz Agil doktor. Ve Bəli, bu mənim. bugün biraz sesim yaxşı değil. Üzr sayın. Ona göre daha çok estafeti vereceğim Agil doktora ve onunla maraqlı bir ümid edirəm müzakirəmiz olacaq. Stres barədə. Mən stres deyəndə biz özümüz düşünürük ki, həmişə pasientlər deyirlər ki, stresim var. Deyirəm, stres əslində normal bir haldır. Yəni stres var deyə sırf burada abnormallıq axtarmayın. Hər bir stressiz orqanizm abnormal sayılır. Yəni stres olmalıdır. Normal fizioloji reaksiya olaraq biz stresi rast gəlirik. Tam razıyım. Orqanizm hər hansı bir xarici, daxili gərginliyə qarşı bu streslə cavab verir və təbii bir fizioloji prosesdir ki, hipofizar, hipotalamus, yəni o sistemlər aktivləşir, kortizolun ifrazı artır, böyrək süvəzlə adrenalin hormonu ifrazı artır, təzyiq yüksələ bilər, şəkər həmin anda qalxa bilər. Bu orqanizm müdafiə reaksiyasıdır. Kondision. Siz bu barədə nə Eynən, o fikirdəyəm. Tibbi savad olmayan insanlar tərəfindən deyilən söz stres ixtiyari onların verdiyi birinci biz burada oturmuşuq, birdən buradan bir milçə uçdu. Vay qoymayın, haraya hər şey mənim stresimdir. Və yaxud da ki, hər gün gəlincə yolda, avtomobildə, ətrafında xoşuna gəlmədiyi bir şey. Qaynana stresi. Evə gəldi, oldu stres. Bəli. Gəlin evdən getdi, yenə oldu stres. Ümumiyyətlə gəlinlə əlaqədar olan hər hansı bir şey stres. Ona görə insanı komfort halından çıxardan bir məqamı pasientlər insanı komfort halından çıxardan bir məqamı stres adlandırırlar. Həkimlər isə stres ona deyəcəklər ki, həmən anda kortizol çıxsın. Kortizol çıxmağını pasientlərin sağlam biləcəklər. Tüklərin biz oldular ha. Fərq eləmir, istəyir qorxudan olsun, istəyir sevincdən olsun. İstəyir evlərinə gəlin gəldi, istəyir İraq nəsə bir bədbaxt hadisə baş verdi, nəvəm instituta girdi, bir parça bu boyda qızıl tapdım, həmən gün ərzində küllü miqdarda pul qazandım və yaxud da ki pul itirdi. Bütün bunların hamısı stresli, kortizol çıxacaq və içəridə müəyyən bir hadisələr baş verəcək. Yəni, təzyiq qalxacaq, dərimiz qızaracaq və yaxud da ağadacaq. Müxtəlif hadisələr baş verəcək. Bu bizim stres adlandırdığımız hadisədir və biz ona əgər insanı əfsanadan çıxardırsa müalicə edəcək. Yox, əgər sən yolla gəlirdin, birdən qıraqdan çıxdı, başladı üstə hürməyə və həmən o qorxdum deyilən hadisə baş verir. Belə də olmalıdır. Sən qorxunca nə hadisə baş verir? Ürək döyüntülərinin sayı artır. Sən qorxunca nə hadisə baş verir? Sən hazır bir vəziyyətə gəlirsən. Nə üçün? Qaçıb çıxıb görəcəksən. Təhlükə səndən soğuşdur. Özünü qorumaq. Bəli. Ona görə də bu kompensator mexanizmdir. Baş beyinə verilmiş. Ondan sonra digər daxildə başqa bir şürlərdə işə düşür, amma onunla heç kəs işi olmaz. O ancaq bizim araşdıra biləcəyimiz bir işdir. Sən doktorlarına sirayət edə biləcəyiniz. Əslində mən həmişə soruşuram, stres nə zaman yaşayırsınız? Bu önəmlidir. Biri var ki, həqiqətən də bir stres durumu var. Normal reaksiya, sən buna streslə cavab verməlisən. Bir də var ki, adi halda, panik ataklarda məsələn deyirlər ki, durduq yerdə bir təzyiq qalxma, emmə, həyəcan, bir qızarma. Müalicə edə biləcəyiniz. Artıq burada patoloji stres halı. Heç bir dəyişiklik yoxdur, evində oturub, hər şey çox gözəldir, çoxlu pulları var, övladları sağlamdır, həyat yoldaşı işləyir. Özü də çox normal bir vəziyyətdə. Hər hansı bir kəs fərq eləmək ki, bu adamı və oturduğu yerdə birdən başlanır əslində, tədbirlər İstanbul'da belə şey. Allah, sevinç abi yanına gəlsin. Bilmən olsun. Eyni vaxtda nə çox rast gəlinir. Məsələn, evdə problem özündə deyil, yoldaşındadır. Problem həqiqətən də qaynana məsələsidir. Problem qaynanadadır. Amma gəlini gətirirlər müalicəyə. Deyirəm ki, ya sən normaldır bu reaksiyanı verməyəsən, qaynananı müalicə elə. Yəni bu problem düzəlsin deyir.
O məsələ məsələ həll var. olmayacaq. Daimi stres halında. Gəlinlə qaynanın arasındakı problemlər. Yəni qaynana gəlin misal üçün dedik. Kimisə həyat yoldaşı ola bilər, kimisə evladı ilə bağlı problem ola bilər. Sən bu problemi həll eləmədikcə, sən ha gəl mənə dərman yaz. Bir onu bilirəm ki, sözsüz kəsin. Bir onu bilirəm ki, əgər bu işdə qadının iştirakı varsa, orada mütləq bir qısqanclıq əlaməti olmalıdır. Söhbət o məhəbbət və qısqanclıq olan məqam üçün getmir. Söhbət onun bütün müsbət, yəni onun nəyi məndən yaxşıdır ki, bax həmən o oğlan anası qızı görüncə sanki özünə rəqib görür və niyə görə belə bu sözü deyir? Yerdə qalan hallarda, misal üçün bizim reception 2 nəfər də işçi versin. Ondan bir il əvvəl işləyənlər bir baxıb deyəcəklər ki, onu niyə tərəflədi, onu nəyə mən aldım ki, başlanacaq o bir qısqanclıq yaranır. O tam təbii yəni. Yaranmasın, yaransın. Yəni hər halda bunu müalicə etməlisən. Yox, o müalicəlik deyil. Qısqanclıq da baxırdı. Məsələn, bizdə o qaynana gəlin qısqanclığı dediniz, qaynana gəlin qısqanclığında düzgün deyil. Çünki o bunun valideynin bərabər olmayan tərəfləri müqayisə edirlər. Hə, onlar müqayisə olunmazdı. Sadəcə bizdə o analar o qədər ki, öz həyat yoldaşlarından qayğı diqqət görmürlər ki, o diqqətsizliklər yolu evladlarından görsünlər və özlərini o obraza qoyurlar. Sizin bu danışdığınızdan bir şey kimi, 36 ildir artıq kimlə məşğulumda. Əgər bir gənc xanım belə deyək də, gəlin belə deyək, qaynanası və anası ilə otağıma daxil olursa, orta hesabla təxmin 30-35 sayından sonra heç biri danışmasın. Mən deyəcəm ki, bu qaynanadır, bu da ana. Niyə? Çünki elementar baxışlarından o fərq istəyir. Doğru. Doğrudur. Yuxusuzluq barəsində istəyirəm danışaq. Yuxusuzluq həqiqətən də çox böyük bir qlobal deyərdim ki, problemdir günümüzdə. Çünki mənə də çox rast gəlinir bir nevroloq olaraq. Yuxusuzluq xəstəlikdirmi, yoxsa yuxusuzluq bir rejim pozuntusudurmu? İlk öncə mən öz tərəfimdən demək istəyirəm. Yuxu təbii ki, özü başqa bir, yəni nevrologiyanın başqa bir sahəsidir biz tərəfdən. Biz yuxunun bütün ritmləri ayrı-ayrılıqda REM, non-REM yuxu fazası var ki, bunların hər birinin öz dönəmi var. Və necə ki, mən həmişə pasientlərə onu deyirəm ki, necə ki, biz yemək yeyirik, necə ki, tualet ehtiyacımız var, cinsel bütün ehtiyaclar kimi eyni zamanda yuxu ehtiyacımız var. Yəni yuxu olmazsa insan ölər. Sutkada 7-8 saat. Bəli. Yəni bununla bağlı istəyirdim ki, yuxu həmişə mən gələndə birinci yuxu pozuntusundan birinci onu soruşuram ki, sən yatağa gedəndə əlində telefonla oynayırsan və yaxud da ki, yatan zaman yatağın rahatdır, işıq yanlıdır. Yəni bunları çox uzanıb telefonla oynamaq olmaz. Uzanıb telefonla oynamaq həmin o işıq dalğaları var ki, telefona baxırıq, monitor, onlar hamısı qıcıqlandırıcı faktordur. Biz yuxu gigiyenası deyəndə birinci növbədə yuxunun normal rejimi, rutini gigiyenası nəzərdə tuturuq. Yatağa gedəndə yuxu gigiyenasında yataq rahat olmalıdır. İşıq olmamalıdır. Ya çox zəif işıq, ya qaranlıq. Hər hansı bir telefon, planşet, bunlar hamısı yuxunu dağıdan faktordur. Sevmiş hanım, üzr istəyirəm. Gedim uzanım 15 dəqiqədə bunlara baxın, ondan sonra bunu qoyum qarağa yatım, olmaz. Olmaz. Əgər yatağa gediriksə, yatmaq məqsədindən getməliyik. Yatağa biz telefon oynamaq məqsədindən. Əgər telefon oynamaq fikrin varsa, kənarda oyna özün üçün. Amma yatağa ancaq yatmaq üçün getməliyik. Və yuxu saatı ən yaxşı melatonin ifraz olunduğu saat 11-dən 4 arasında. Çalışın o saatda, həmişə onu deyirəm ki, yuxunuzu qoruyun. Təbii ki, bəzi xəstəliklər var. Beyin xəstəlikləri var, şəkəri olan xəstələr var, təzyiqi olan xəstələr var. Bunlar da qalxanvari vəzin özü siz tərəfdən əlbəttə ki, yəni bunlar hamısı yuxunun pozulması səbəb olur. Bu ayrı bir şey. Amma daha çox mən kimlərdə rast gəlirəm. Heç o xəstəliyi olanları demirəm. Tələbələrdə məntiqli surətdə gecə oyaq qalırlar, dərs hazırlaşırlar, imtahana hazırlaşırlar. Və yaxud da məntiqli surətdə soruşanda valideynlər deyir gecə neçəyə kimi telefonla oynayır. Təbii ki, bir müddət sonra bu yuxusu pozulacaq. Və ona görə də
İlk növbədə onlarda hansısa dərmana qaçmağa çalışmıram. Deyirəm, bir ay vaxt verirəm. Həmişə çalış, bir ay gigiyenaya riayət elə. Biz baxaq, sən düzəlir, düzəlmir. İnanırsınız, çox hallarda da düzəlir. Amma digər tərəflər var ki, təbii ki, bir sıra pozğunluq var. Xəstəliklər yuxu pozğunluğuna gətirib çıxarır. Bu barəsində təbii ki, siz... Telefon istehsalçıları bunun formasını bir qədər dəyişmiş olsaydılar ki, uzanmış vəziyyətdə baxmaq mümkün olması çox yəqin ki, sizin dillərinizin heç biri baş verməyəcək. Amma mən belə başa düşüyorum ki, onlar birinci növbədə bunun marağındadırlar ki, insanlar əllərində telefon yatağa girsinlər və nəticə etibarına yuxuları pozulsun və nevropatoloqların yanında müalicə olunur. Allah qlobal problemdir. Bu bir yaş nəslinin, bir ölkənin, bir şəhərin deyil, bütün dünya bundan əziyyət çəkir. Urologiyada prostat vəzi problemləri olan bütün kişilərin hamısı ki, onların ilk şikayətləri də bundan ibarət. Hər gecə 2 dəfə, 3 dəfə mütləq məcburam durum. Okey. Gün ərzində, gecə ərzində 2 dəfə yuxudan duranın yuxusu pozulur. Hava yatsın bu yalnız. Və səhər tezdən o durub hər hansı bir işin dalıcı gedincə istirahət eləmək əvəzinə sanki bir yük daşımış bir vəziyyətə düşəcək. Nəticə. Sözsüz ki, sindirinin şəkəli düzəlir. Baş, beyində damar qidalanmasına əlaqədar olan bütün bu problemlərin hamısında yuxu pozulacaq. Ya biraz sizin sahənizə qarışır, amma mən də eynən pasiyentlərin hamısından bu sualı verin. Yerinə girir 3 saat, 4 saat yata bilmir və yaxud da yerinə girir, rahat yuxuluyur və bir gecənin aləmini saat 3-də 4-də oyanır və deyir ki, indi yuxuya gedə bilmirəm. Bütün bu anlamda, yəni o cəhətdən daha artıq dərəcədə həmin insanın problemini müalicə edincə yuxusu düzələcək. Yəni, bir də ki, yuxu pozğunluğu dedikdə tək başa düşülməsin ki, yuxu yata bilməmək. Eyni zamanda aşırı yuxululuq da yuxu pozğunluğu da. Bilməyən ki. Bəli, narkolepsiyalar var günüz vaxtı. Ani sürətdə bir yuxu atakları gəlir. Yuxu pozğunluğu, lunatizm var. Gecə durur, gəzir. Yuxu pozğunluğudur. Periodik əl-ayaq hərəkətləri yuxudur. Yuxu pozğunluğudur. Yəni yuxu pozğunluğu sərbəst bir nevroloji xəstəlik gedir və bunun təbii ki alt tipləri var. Alt tiplərini öyrəndikdən sonra bir də var bu yuxu pozğunluğu. Birincilik yaxud ikincilik yuxu pozğunluğudur. Bizi izləyənlərə müraciət verdim ki, bu ağıllı saat, smart saatlarda belə bir funksiya var, yuxunun stabiliyini göstərən. Orada faizlə, mən onu görmüşəm. Faizlə ki, 80% yuxun stabil olur. Bu nə deməkdir? Yəni uzandı, əlini qoydu belə, misal ki, yatdı və səhərə qədər patlamayıb bu adam, elə çabalanmayıb, elə də qalır. Super, o saat onun faizlə göstərə bu 10 saat yatmışsan, 70%-ni bir pozada qalmışsan. Tərpənməmsən, deməli yuxun dərin olub, hər şeydə super olur. O çox gözəl bir məqamdır. Ayda bir dəfə, 2 dəfə o saatı taxıb yoxlasınlar özlərində və biləcəklər ki, beyin bağırsaq əlaqəsindən danışmaq istəyərdim doktor. Beyin bağırsaq əlaqəsi də çox belə deyək. Bəzi adamlarda vəbşi bir yol var. Bir əlaqə. Başqası yoxdur. Biz şəxsən bizə gələn pasientlərin çoxsunda qıcıqlanmış bağırsaq sindromunu aşkarlayırıq. Çox zaman ona görə sizdən bir yerdə paralel apara bilirik bu müalicəni. Niyə rastlayırıq? Siz deyin. Sözsüz ki, bağırsaq peristaltikasının 2 səbəbi var. Biri qida mühtəviyyatlıdır, yediyiniz. Bu baxımdan bir məqamı qeyd eləmək istəyirəm. Keçmiş Sovet dövründə o qəbizliyin var. Mütləq doğru bir şeylər, yiyik qəbizliyin ötüb keçsin adlı bir anlayış tam doğru bildiyimiz yanlışlara aid. Tam yanlışdır kökündən. Çünki bağırsağın təqəllüsünə səbəb olan şey çobudlifli qidadır, kretçatka deyilən bir şey. Bu baxımdan çox böyük əhəmiyyəti var ki, bizim əgər bağırsağımızın çalışmasını daha keyfiyyətli şəkildə həyata keçməni istəyirsə, həmin o çobudlifli qidanı tətbiq edək. Çobundur, yer kökü, mağazada satılan xlebçi, kartof qabağı ilə bir yerdə. Misal üçün suda pişmiş. Bu siyahı çoxdur, bunu çox uzatmaq olar. Amma ikinci səbəb, daha doğrusu bəlkə düz olmayacaq. Birinci səbəb sözsüz ki, parasimpatik sinüsünün oluşması belə bir
Belə bir bəzən zarafatça, bəzən o heyvan aləminə aid edirlər. Ayı xəstəliyi deyirlər ki, ayı qorxanda, stres keçirdəndə mütləq enerji sıfırlanıb tutmaq istəyir. O kimdə belə bir şey varsa, midvej rebalizm. Tez işləmir o söz. Daha çox tələbələr Aha. Ki əvvəlcə ona getdim. O tualetə girim, sonra gedim işlərim. Dalı. Prinsip etibarən nəzərə alsaq ki, mərkəzi sinir sisteminin quruluşunu, buna xəstəlik demək bir qədər düzgün olmayacaq. Amma sən əgər gündə 10 dəfə qorxsan və 10 dəfə tualetə getmiş olsan, sözsüz ki, həyatın pozulacaq. Müəyyən qədər yəqin ki, müalicəyə olur ki, ehtiyac məsələn, var. nə qədər gastroenterologları gəzirlər, heç bir fayda olmur. Amma bir bizə yönəlik müəyyən sakitləşdirici dərmanlar Və ya Ya da da bu- antidepresanlar. Çünki bəli, ikinci Roma belə deyək də, qıcıqlanmış bağırsaq sindromunun Roma müqabiləsi var. O həmən bu səhv eləmirəmsə 2000-ci ilə düşür. Hı. Rimski Saglaşenyi Roma razılaşması. Oradan bir neçə xəstəlik var. Bugünün günə kimi aktual şəkildə müzakirə olunur. Onlardan biri də qıcıqlanmış bağırsaq sindromu. Son protokollarda bunu elədim. Alınmadı antidepressant və həyatı yaşasın. Yumagi serotoninin müəyyən qədər bağırsağımıza aidiyyəti var imiş. Hı. Həm düz əlaqəsi, həm də əks əlaqəsi. Bax, o deyir ki, yedim, rus dilində belə bir söz var ki, payıl israzı dobrasına. Yedim və müəyyən bir həzz aldım. O sözsüz ki, endorfinlərin bir mənalı şəkildə olur. O həzz hissiyatı gəlir. Sanki o qida maniyasına çevrilməsin, sanki narkomaniyanın davamı kimi. Yəni, o həriz olasan o qidanın və onu yeməsən sakit dura bilməyəcəm və yaxud da yemədim, kefim pozuldu kimi bir məqamlar da olur. məqamlar. Bəzən də stresə düşəndə başlayırlar yeməyə. Və Yəni, neçə kontrolsuz məşhurlar yeməyə. tanıyırıq belə. Məsələn ki, Leonardo DiCaprio bir müddət ərzində 110-120 kilograma yaxın gəlib çatmışdı o vəziyyətlə. Amma bu haqda çox geniş yazılır. Bəli. Bu bizim beynimizin bağırsaqla birbaşa əlaqəsi olduğunu göstərmişsin. Bağırsağın da beyinlə əlaqəsi var. Bəli, Ki, orada birbaşa. bir mənalı şəkildə özünü göstərir. Necə ki, nənələr deyirlər, acı. Hissi başdan olmaz deyirlər, hə? Yox, xanımların sözü var. Kişinin ürəyinə gedən yol Mədəsindən keçir. mədəsindən başlayır. Bəli. O Demək ki, ona mexanizma aiddir. bura. Ac olanda danışdırma, dindirmə, Ac olan heç bir sual vermə, sözsüz bu. O qıcıq olduğu üçün. Eynən də o sözü aid ola bilməz. Məsələn, mən tualet otağına keçmək istəyirəm, məsələn, bir problemim var. Və bu məqamda da kimsə gəlib ki, zəhmət olmasın kağıza qol çək və bunu oxumalıyam da. Amma fikrim dominant budur. Və o olduğu üçün mən bu ikisinin arasında qalacağım. Əsəb bildirəcəm. Tam təbii hissiyat. İmkan verilən bəlkə birinci təbii ehtiyaclar ödənilsin. Sosial ehtiyacdan sonra ödəniləcək. O cəhətdən o illərin sınavından keçmiş o cürə sözlərin əhəmiyyəti həddindən çox. Stresdən danışdıq. Və stresin daha çox mən gördüyüm ailə məişət zəminində yaranlığıdır. Baxın, bugünkü gün mən fakt görürəm ki, ailələrdə stres durumu artır. Daha öncə elə deyildi. Məsələn, mənim valideyn dönəmində, ondan əvvəlki nənələrin dönəmində onlarda bu qədər necə ailə münaqişəsi olurdu. Halbuki qadınlar həmin vaxtlar deyirəm, qadınlar orada daha itaətkar idilər. Kişilərin sanki o daha çox sözü keçirdi. Niyə bugünkü gün həm bəlkə qadın tabe olmaq istəmir, yaxud kişilər mi dəyişibdi? Amma bu mövzuda şəxsən mənim öz fikrim var təbii ki, bundan yönəlik. Amma siz nə düşünürsünüz? Yəni niyə bugünkü ailələrdə stres Bir mənalı şəkildə senzura rolunu qeyd eləmək lazımdır. Yəni ki, mən özümə nə icazə verə bilərəm. Heç vaxt yadımdan çıxmaz. Bir işçimiz var idi. Bir gündən ailə tərkibi haqqında araşdırma aparanda o dedi ki, bizim evdə 6 ailə üzvü var və biz 2 otaqlı evdə yaşayırıq. Mən də biz onda 4 adam 3 otaqlı evdə yaşayırdım. Mən belə təəccüb edirəm ki, siz necə yollaşırsınız belə deyəcək. Kifayət qədər də az kiçik bir mənzildə çox insan yaşayır.
Xanım güldü və dedi ki, bizim qapı bir qonşumuz bir otaqda 8 nəfər yaşayırlar. Mənim mamam həmişə onları bizə nümunə gətirirdi və onda mən elə bir məqamı hiss elədim ki, burada ifadə çox böyük əhəmiyyəti var. Həmən o senzuranın. Mən özümə nə icazə verə bilərəm? Bax, bu da əyləşmişdir. Bunu götürüm, vurum yerə sındırım. Bu ideya ağlıma gəlincə mən fikirləşirəm. Ayıbdır. Mənim qarşımda xanım var. Mən kişi xeylanıyam. Mənim 1246 yaşım var. Mənə yaraşmaz. Belə eləmək olmaz. Bax, bu hissiyat senzura hissiyatıdır. Nə qədər az olsa axşama düşsə, Astana məsələsi. Mən o qədər çox şey özümə verə bilərəm. Bunu bizim Avropaya oxşamağımız, bizim müasir olmağımızda heç bir əlaqəsi yox. Əgər o Bakılıların qabaq vaxtda yaxşı deyil, əgibdir misalı daima insanın gözün qabağında olsa, bax, eyni söz aiddir. O sosial şəbəkələrə, bizim hal-hazırdakı bir çox televiziya kanallarında olan həmin o belə deyək də, senzurasız verilişlərə, qalmaqal, yeni böyüyən nəsildə belə bir vərdiş yaranır ki, ayıb deyil ki, bunu eləmək olar, onu gəlin, bunu eləyək. O, onu bilmədən eləyir və müəyyən bir çatınca adi normaya çevrilir. Normaya çevrildiyi üçün həmən o yaxşı deyil, ayıbdır. Sözünü özündən 10 yaş böyüyə də deyə bilər və yaxud da hərəkət edə bilər. 20 yaş, 30 yaş, 40 yaş və o sərhəd silinir. Bəlkə də dünyanı idarə edənlər belə bir vəziyyətini almağını istəyirdilər ki, sərhədlər silinsin, dillər silinsin, dinlər silinsin, ölkələr arasında heç bir belə deyək də pasport, viza rejimi olmasın və s. Bu mümkün olmayacaq və gətirib bax, bu cürə əgər mən özümdən böyüyün yanında bu hərəkəti edirəmsə, onun xoşuna gəlmirsə, bu onun stresidir. Onun xoşuna gəlmədi, o qayıtdı məni bir danışıq olsa qınadısa, bu da mənim stresimdir. Bu iki yaş nəsli bir-birinin yanında yaşayıb başa gələ bilməyəcək. Nəticə, sizin pasientləriniz sayı artacaq. Bir də doktor, bəs bugünkü gündə mənə görə mən düşünürəm ki, qadınlarla kişilərin rolu artıq dəyişir. Yəni bugünkü gündə qadınlar güclənməyə başladıkça artıq siz ona güclənmək deyirsiniz. Yəni qadın düşünür ki, mən öz ayağımın üstündə dururam. Qadın düşünür ki, mən hər şeyi öz. Çox sevinirəm bunu. Niyə? Amma bir tərəfdən baxanda mən şəxsən qadın olaraq düşünürəm ki, kişi yenə də qadından daha üstün olmalıdır, maddi baxımdan mənə. Siz ağıllı insansınız, ona görə belə düşünürsünüz. Amma mən bura bir başqa əlavə edəcəm. Kişinin güclü olması, qadının güclü olması o zaman süper. Amma biz ona yaxşı və yaxud da pis sözünü qoşmayaq. O vaxt qiymətləndirmələr dəyişəcək ki, biz qadının güclü olmasını yaxşı bir şey kimi qələmə verəcəyik. Amma olsun güclü, əlbəttə ki, bizim klinikamızda 10 nəfər nevropatoloq var. Siz onların içərisində ən parlayan ulduzlardan birisiniz. Hiç yoxdur ki, kim? Yox, mən sizi tərifləmək üçün demirəm bu sözü. Bunun kim udur? Sizin yanınıza gələn pasient. Nə edəcəksiniz? Çox oxuyacaqsınız, çox əziyyət çəkəcəksiniz, yaxşı müalicə edəcəksiniz. Onu sağlayacaqlar. Amma sosial şəbəkələr mi deyim, televiziyalar mı deyim, müəyyən belə deyək, kütləvi məlumat vasitələri. Bunu yaxşı, digərini pis bir şey kimi qiymətləndirəcəklərsə, onda həmən o dəyərlər yerini dəyişəcək, sürüşəcək və hamı yalandan sevinç doktora oxşamaq istəyəcək. Adını da qoyacaq ki, mən pasientləri yaxşı müalicə eləmək üçün bunu eləyirəm. Amma səni Allah buna görə yaratmamışdır. Əsla. Güman edirəm ki, budur. Bax, buna riayət olunsa, stres az olacaq. Davadaş az olacaq. Siz başqa xəstələr müalicə edəcək. Stressiz xəstələr müalicə edəcək. Minnətdarım Sevinç xanım, çox sağ olun. Dəvətinizə görə çox maraqlı idi. Ümumiyyətlə, tibb elmində yalnız terapiya, yalnız nevrologiya adlı bir bölgü yox. Biz bir insanla məşğul oluruq və mövzularımızın arasında çox sıx əlaqə var. Bir daha minnətdarım, çox sağ olun. Çox təşəkkür edirəm, Adil doktor. Sizin
kreativ fikirlərinizi də dinləmək çox xoş oldu. Həqiqətən həmişə Aqil doktor öz fikirləri ilə, öz dəsti xətti ilə seçilmiş bir terapevtimizdir və mən çox məmnun oldum onu bugün burada bu maraqlı podkastı aparmaqdan. Sizə də əgər maraqlı olsa təbii ki bir bəyəni qoyun bizim səhifəmizə və eyni zamanda növbəti dəfə kimi istəyirsinizsə səhifədə podkastda kimin olmasını, hansı həkimimizin olmasını istəyirsinizsə buyurun qeyd edə bilərsiniz.